müstəmləkə rejimin yaranması. İnci, denən görün mənə, Türkmənçay müqaviləsi nə vaxt imzalanmışdı? 1828. Türkmənçay müqaviləsindən sonra Azərbaycanın vəziyyət necə oldu? İki hissəyə parçalandı. Şimalı oldu Ruslarda, cənubi oldu. Bəli, İran, Qacarlarda, İranda da, yəni keçdi İranın tərkibinə, doğrudur. Yaxşı, İnci, denən görün, Rusiya burada hansı idarə etmə sistemini qurdu? Komendant idarə sistemini qurdu. Bu, keçmiş xanlıqların yerində, sultanlıqların yerində nə yarandı? Əyalət, dairə, distansiya, bəli. Əyalət, dairə, distansiya idarə edir, komendant, doğrudur. Bəli, əyalətlər mahallara bölündü, mahallar da kəndlərə bölündü. Əyaləti mahalı kim idarə edirdi? Bəli, ay sağ ol, mahalları idarə edir naib, kəndləri idarə edir kəndxuda və yüzbaşı. Bunlar Aysun kimlərdən təşkil olunur, yəni təyin olunur? O Çin, yəni Ruslara qarşı sədaqətlə xidmət göstərirdi. Həmin də onlar, yəni əsasında Rus zabitləri. Ay sağ ol, bəli, Rus zabitlərinə yox. Rusiya xidmətli, yəni sədaqətli olan bəyli ağalardan, bəli, Rusiya sədaqətli olan bəyli ağalardan komendantlar Rus zabitlərindən təyin olunur. Bəli, mən soruşdum, məsələn, naib və kəndxuda, yüzbaşı kimlərdən təyin olunur? Ruslara sədaqət. Ay sağ ol, Ruslara sədaqətlə xidmət edən bəyli ağalardan təyin. Onlar maaş alırdılar dövlətdən. Xeyr, almırdılar. Sadəcə bir sıra imtiyazları var. Ay sağ ol, bəli. Xuraman, denən görün mənə, burada xanlıqların yerində yarandı əyalətlər, düzdürmü? Müsəlman əyalətli rəisliyi vardı burada. Hansı əyalətlər daxil idi ora? Qarabağ, Şəki, Lənkəran, Şirvan, Mərkəzi araydı? Şuşa idi. Bəli, Mərkəzi Şuşa olan daxil idi bunlar müsəlman əyalətli rəisliyi. Bir də vardı hərbi dairə rəisliyi. Bəs bunlar hansılardır? Bakı, Quba, Mərkəzi aradaydı? Dərbətdə olan, bəli, hərbi dairə rəisliyidir. Bir də fikir versək, hansı xanlıqlar ki, ciddi şəkildə Ruslara müqavimət göstərirdi, Bakıdır, Qubadır, Dərbətdir, burada daha, deyək ki, hərbi dairə rəisliyi qurulmuşdur. Yaxşı, Furqan, denən görün mənə, bu əyalətləri bildik. Bir də vardı burada dairələr və distansiyalar. Hansı dairələr var idi? Neçədən dairə var idi? 2 dənə. Hansılardı? Carbavakən və Yelizavetpol dairələri. Və distansiyalar hansılar idi? Keçmiş sultanlıqların yerində də distansiyalar yaradılır. Qazaq, Borçalı, Şəmsərli. Bəli, Qazaq, Şəmsərli, Borçalı distansiyaları var idi. Doğrudur. Yaxşı, burada gəlirik nəyə? Ümumiyyətlə, Rusiya müstəmləkə sistemi qurmuşdur da burada, düzdürmü? Çünki Azərbaycan, Şimali Azərbaycan Rusiyanın müstəmləkəsi idi. Bura xammal mənbəyi kimi baxırdı, satış bazarı kimi baxırdı, öz siyasi, iqtisadi maraqlarını burada həyata keçirməyə çalışırdı. Ona görə də burada qurduğu sistem komendant idarə sistemi idi. Komendant da dedik ki, Ruslardan təyin olunurdu və komendantı vəzifəyə kim təyin edirdi? Ayaq. Qafqazın baş hakimi, bəli. Bütün Qafqazı idarə etmək üçün Qafqazın baş hakimi vəzifəsi var idi. Bəs bunu kim vəzifəyə təyin edirdi? Qafqazın baş hakimi. Çar, bəli, Ruslar təyin edirdi, doğrudur. Komendantın hansı səlahiyyətləri var idi? Komendantın səlahiyyətləri. İnsanları öldürə bilərlər. Əslində yox, o sonuncudur, öldürmək hüququ yox idi, amma bundan da çəkinmirdilər. Qalan bütün idarə etmə, əyalət, dairə, distansiya idarə etməsi, məhkəmə, mülki, hərbi, təsərrüfat, vergilər, hamısı komendantın səlahiyyəti altındaydı. Bəli, yaxşı. Ondan sonra gəlirik burada nəyə? Deyək ki, nə qalır o müstəmləkə hissəsindən? Əyalətləri dedikdən. Bəli, bunlar dedik, bəli. Burada heç nə qalmadı. Ay sağ ol, vergiyə baxaq, bir də məhkəməyə baxaq. Yaxşı, nəzdir? Məhkəmədən nə deyə bilərsən? Şəriət məhkəmələri öz əvvəlki hüquqlarını itirir. Bəli. Bəli, evlənmə, boşanma, bəli. Baxırdı. Aha. Geniş səlahiyyətlər hansı məhkəmələr yaradılmışdı, onlara verilmişdi.
Yox, əyalət və şəhər məhkəmələri yaradılmışdır, bəli. Bəli, burada ən böyük ədalətsizlik də mülki cinayətlərə, hərbi səhra məhkəmələrinin qaçılmasıdır. Doğrudur. Aha. Bəli. Ay, sağ ol. Məhkəmələr rus dilində idi, əhali bundan əziyyət çəkirdi. Doğrudur. Bir də mən bütün sualların cavablarını özüm niyə təkrar edirəm? Çünki sonradan dinləsəz, bir biləsiz də, çünki siz arxada və yaxud da yavaş səslə deyirsiniz deyə, o biraz gelib çatmır da telefonda. Ona görə özüm yerində sizin dediklərinizi təkrarlayıram. Yaxşı, Aysun, denən mənə nəyi? Bu məhkəmələrdə dedik, ondan sonra gələk burada köçürmə siyasətinə. Köçürmə siyasətində Rusların məqsədi nə idi? Demək, özlərinə sosial, yəni etibarlı bir sosial dayaq yaratmaq Bəli, sosial dayaq yaratmaq. Sonra burada, yəni sırf Müslüman əhalinin ətrafını xristiyanlaşdırma prosesi. Ay, sağ ol. Ruslaşdırma, xristiyanlaşdırma. Ruslaşdırma prosesini keçirdilər. Bir də ki, demək, dedik. Buranın iqtisadiyyatını mənimsəmək, ondan sonra vergi verən əhalinin sayını artırmaq və buffer zona yaratmaq. Buffer zonada şimalla cənub arasındakı əlaqəni kəsmək, Şimali Azərbaycanın şərqlə olan bağlarını qopartmaq idi. Bəli. Ona görə də buraya kimlərin köçürülməsindən başlandı inci? Ermənilər, sonra Almanlar, Ruslar, bəli, bura köçürülmüşdür. Ermənilərin ilk dəfə köçürülməsi nə vaxtda gedib çıxır? 1441. Ay sağ ol, 1441 Cahan Şahın dövrünə, doğrudur. Sonra kim fərman verdi? Bəli, 1724-də inci piyoldur. 1804-də hansı xanlıq işğal olunandan sonra, Gəncə xanlığı işğal olunandan sonra, bəli, bura erməni ailələri köçürülmüşdü. Həmçinin 1805-də də təxmini neçə erməni ailəsi idi orada? Bəli, 103 erməni ailəsi idi. Bir də 1805-də həm də Siyanov tərəfindən 1600 Aysor da bura köçürülmüşdü. Bu da Aysorlar kimlər idi inci? Asurun davamçıları, bəli, Asurların davamçıları idi, doğrudur. Yaxşı, bunlara hansı güzəştlər olunurdu bəs? Vergilərdən 6 müddətini azad edildi. Sonradan yəni müddət vergi qoyuldu. Bəli, vergi qoyulurdu, az miqdarda vergi qoyulurdu, münbit torpaqlarda yerləşdirilirdi. Bəli, doğrudur. Sən vaxtın bitdi, istəyirsən gel, ardını izləyərsən. Yaxşı, Xuraman, denən görüb ermənilər hansı bölgələrdə məskunlaşmışdır? Sağ ol. Naxçıvan, İrəvan, Qarabağ. Borçalı. Bəli. Naxçıvanda, İrəvanda, Qarabağda bir də Borçalıdır. Naxçıvan və İrəvan xanlıqları ləğv olundu 1800-də, 28-də. Ləğv olunanda yerində nə yarandı? Bəli, Erməni vilayəti yaranmışdı. Baxın, Naxçıvan və İrəvan bölgəsində. Erməni vilayəti o da 1840-cı ildə ləğv olunacaq. Ondan sonra gəlirik bura Almanların köçürülməsinə. Furqan, Almanlar niyə ümumiyyətlə köçmək istəyirlər öz ərazilərindən, Rusiyaya getmək istəyirlər? Niyə, nədən bezmişdilər? Birinci Napoleonun müharibələrində, bəli, sonra, bəli, feodal zülmündən, dedik ki, Napoleon işğalçı müharibələrində bezmişdilər, iqtisadi böhran var idi, feodal zülmü var idi. Bu səbəblərdən bunlar Rusiyaya getmək istəyir, amma Rusiya bunlardan istifadə etmək istəyirdi Cənubi Qafqazda. Düzdür mü Aysun? Neylədi ona görə də? Elə 1817-18 ildə Almanlar köçürməyə başlayır və deyirik ki, elə ilk Alman koloniyası burada Yelenendorf olur ki, deməli Göygöl rayonunda yaranmışdı, indi ki Yelenendorf. Ay sağ ol. İlk Alman koloniyasıydı. Digəri bir qədər sonra Şəmkirdə Annenfeld idi, bəli, indiki Şəmkir rayon ərazisində yerləşirdi. Ondan sonra deyirik ki, bu koloniyalardan, yəni Almanların burada məskunlaşdığından sonra bizimkilər onlardan nələr öyrənmişlər, Nəzrin? Almanlardan nələr öyrəndik biz? Altı zizəmli, üstü piramidlər, çardaxlı evlər, sonra bir də arabalar vardı, 4 təkərli furgon
at arabalarının da düzəldilməsini öyrənmişdik və ruslar bunların sənətkarlarından, ondan sonra o əkinçiliyindən istifadə etmək istəyirdi. Burada onu daha da genişlətmək istəyirdi. Onları bəzi Azərbaycan ərazisinə köçürmüşdülər. Ondan sonra demək, buranın gəldik Rusların köçürülməsinə. Ruslar, bir de bir şey demək üçün, bu sən onu soruşum. Bu ermənilərin köçürülməsi hansı müqavilələrlə olmuşdu? Türkmençay, bir də Ədirnə müqaviləsi. Bəli, Ədirnə müqaviləsindən hardan köçürülmüşdülər? Osmanlı ərazisindən. Türkmençay müqaviləsinə görə də İran ərazisinə, Qacarlardan köçürmüşlər. Bəli. Ümumiyyətlə, Türkmençay müqaviləsinin 15-ci maddəsi ermənilərin bağışlanması və köçürülməsi ilə bağlıdır. Bağışlanma da nədir? Çünki həm Osmanlıda yaşayan ermənilər, həm İranda yaşayan ermənilər öz tabeliklərində olduqları dövlətə xəyanət eləmişdilər. Ruslara qarşı gizli işləmişlər. Ona görə də Ruslar onların bura köçürülməsində maraqlıydılar və onların bağışlanması haqqında əta eləmişlər. Neyse, belə bir şey. Yaxşı, gəldik Rusların köçürülməsinə. Ayan, denən görün mənə, ilk öncə Ruslar burada kimlərin qalmağını istəyirdi? Bəli. Bəli, əskərlərin qalmağını istəyirdi. Amma əskərlər niyə qalmaq istədi? Ay, sağ ol, iqlimə uyğunlaşa bilmədilər deyə qalmaq istəmədilər. Ona görə də, bəli, dinə qarşı çıxanları, bəli, təriqətçilər və bidətçilər bura köçürülməsi haqqında ayan kim idi fərman verən? Bəli, 1830 20 oktyabr tarixində fərman verilmişdir, doğrudur. Əsasən də bu Ruslar Azərbaycanın hansı bölgələrində? Məsələn, əhali bölgələr verirsiniz. Qarabağ, Lənkəran, Şirvan, bu bölgələrində məskunlaşmışdılar. Doğrudur. Sonraki dövrlərdə bəs bu Rusların köçürülməsi davam elədimi? Bəli. Sonraki dövrlərdə köçürülməsi davam eləmişdi. Əsasən bizdə hansı bu elatların yaylaqları əllərindən alınırdı və Ruslara verilirdi. Təbii ki, bu da bizim yerli köçəri mallarla məşğul olan əhali üçün böyük faciələrlə nəticələnmişdir. Əhalinin burada dedik ki, ərzağından da insan. Bəli, ərzağından da istifadə olunur. Sonraki dövrlərdə də olan, deyək ki, biz keçəcəyik, hətta onlara silah belə verirlər ki, yerli əhalidən gözlərini müdafiə eləsinlər. Bəli, bu da belə. İndi biz baxacaq növbəti nəyə? İqtisadi siyasi vəziyyətə.